İl ərzində ölkə üzrə 100 nəfər biznes və peşə təlimlərinə cəlb olunub. Bu barədə şəhid ailələri, müharibə iştirakçıları və onların ailə üzvlərinin məşğulluğuna və biznes təşəbbüslərinə dəstək məqsədi ilə həyata keçirilən Qarabağ Kobları layihəsinin 2025-ci il üzrə təqdimat mərasimində məlumat verilib. Bildirilib ki, layihə Bakı, Abşeron, Sumqayıt, Gəncə, Goranboy, Mingəçevirlə yanaşı Füzuli, Xocalı, Laçın və Şuşa şəhərlərini də əhatə edib. Təlimləri uğurla başa vuran iştirakçılar özü məşğulluq proqramı çərçivəsində seçdikləri istiqamətlər üzrə avadanlıqla təmin olunub. Daha çox şəhid ailəsi və qazinin yararlanması üçün Qarabağ Kobları layihəsinin 2026-cı ildə də davam etdirilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının Şəhid ailələri və qazilərin sosial rifahının yaxşılaşdırılmasına yönələn bu təşəbbüsdə iştirakçılara maliyyə dəstəyi verilir, biznes planların hazırlanması, marketinq və sosial media marketinq kimi mövzularda təlimlər həyata keçirilir. Bununla yanaşı da iştirakçılar müxtəlif peşə sahələrində, o cümlədən gözəllik, dülgərlik, qənadı məlumatları və dərzilik kurslarına cəlb olunmuş, təlimləri tamamlayanlara isə müxtəlif sertifikatlar verilmişdir.